Yaşamaq gözəldir. İkinci hissəsi ilə davam edir. Bizim peşəkar dəyərli doktorumuzun dosyası ilə tanış olduq. Xoş gəldiniz doktor. Sabahınız xeyirli olsun. Çox sağ olun, təşəkkür edirəm. Belə bir gözəl veriliş yaşamaq gözəldir. Bəli. Həqiqətən də elədir. Amma hər zaman dediyim kimi sağlıqlı yaşamaq gözəldir. Daha gözəldir, bəli. Bir daha doktorumuzu sizə təqdim etmək istəyirəm. Leyla Medical Center'ın nəzdində fəaliyyət göstərən Regen Kök Hüceyrə Mərkəzinin rəhbəri, nevroloq, kök hüceyrə mütəxəssisi doktor Aytən Əliyeva. Bəli, keçək suallarımıza, çünki vaxtımız azdır. Biz nə qədər də vaxt ayırsaq, yenə də vaxt azlığından əziyyət çəkirik. Kök hüceyrə ümumiyyətlə nədir? Hansı xəstəliklərdə istifadə olunur ən çox? Bizi maraqlandıran sual budur. Bundan başlayaq, doktor. Bildiyiniz kimi, kök hüceyrə elmdə yenidir və hal-hazırda dünya ölkələrində bilirsiniz ki, Amerika Birləşmiş Ştatları, İsrail, Koreya, yəni ən çox hal-hazırda kök hüceyrələr üzərində tədqiqatlar bu ölkələrdə aparılır. Və hər il konferanslar keçirilir, beynəlxalq konferanslar keçirilir və doktorlar orada öz, məsələn, kök hüceyrə üzrə hansı xəstəliklərdə istifadə olunur, necə istifadə olunur və tədqiqatlar nəticələri orada, məsələn, doktorlar bir-birlərinin arasında öz müalicələrin təqdim edirlər. Yəni, təbii ki, bu hələ inkişafda olan bir prosesdir. Amma hal-hazırda, yəni mən özüm bir doktor olaraq artıq bir neçə illərdir ki, mən kök hüceyrə müalicəsi ilə məşğulam və kök hüceyrənin, yəni orqanizmdə, yəni onu qeyd edim ki, kök hüceyrə nədir? Yəni o suala da cavablandıraq. Bilirsiniz ki, məsələn, mən hər zaman bunu qeyd edirəm. Bəzən görürsünüz ki, özümüzün barmağı kəsilir və öz-özünə sağalma gedir. Bu, təbii ki, bizim öz orqanizmamızda kök hüceyrələrin hesabınadır. Yəni, bizim normada, öz orqanizmamızda kök hüceyrələr vardır. Sadəcə olaraq, yaşa dolduqca bu kök hüceyrələrin miqdarı azalır. Və miqdarı azaldığı üçün də bizim orqanizm qocalmağa başlayır. Yaşlanırıq, artıq xəstəliklərə qarşı müqavimətimiz aşağı düşür və bununla bağlı olaraq da, yəni artıq kök hüceyrə müalicəsi, yəni heç bir dərmandan istifadə etmədən, yəni öz hüceyrələrinin hesabına və yaxud da ki, donor hüceyrələrin hesabına siz öz sağalmanızı əldə edə bilirsiniz. Belə ki, kök hüceyrənin elə bir xüsusiyyəti vardır ki, belə qeyd edim ki, məsələn, zədələnmiş hüceyrədir və həmin kök hüceyrə axtarır, həmin zədələnmiş hüceyrəni tapır, onu bərpa eləmək, yəni onlara çevrilə də bilir. O, həmin hüceyrələri yeniləyir, zədələnmiş hüceyrələri bərpa edir. Əsas funksiya bundan ibarətdir. Ona görə də bir çox xəstəliklərdə hal-hazırda, məsələn, təkcə bir sahədə yox, məsələn, hal-hazırda ən çox nevrologiyada çox istifadə olunur, ortopediyada, estetik sahə təbii ki, indi hal-hazırda ən çox yayılmış, yəni özümüz bilirik ki, estetik sahədə çox istifadə olunur. Bundan başqa ginekologiyada hal-hazırda çox istifadə olunur, oftalmologiyada və çox gözəl də nəticələr vardır. Və kök hüceyrələrin, yəni qeyd edim ki, və əsasən bu nevrologiyada, məsələn, mən özüm nevroloq olaraq ən çox nevrologiyada biz tətbiqini etmişik. Bunun tətbiqi necə olur burada? İndi o haqda da danışacağım. Belə birinci o xəstəliklər haqqında danışım ki, bilirsiniz ki, hal-hazırda uşaq serebral iflicləri, sonra autizm, dağınıq skleroz, ya amiotrofik skleroz, hansı ki, onurğa zədələnməsi ilə gedir bu proses xəstəlik. Bundan başqa Parkinson xəstəliyi və bu xəstəliklərin üzərində artıq biz müalicələrimizi aparmışıq və çox gözəl nəticələr əldə etmişik. Bunu mən artıq, yəni bir mütəxəssis olaraq, özüm də sahəm nevrologiya olaraq və bu nəticələri əldə etdikdən sonra təbii ki, biz qeyd edim ki, hansı hüceyrələr, əsasən bu nevrologiyada biz mezenximal kök hüceyrələrdən istifadə edirik, hansı ki, bunlar göbək bağından alınır. Uşaq doğulanda, yəni göbək bağı olur və o göbək bağının içərisində varton jeli olur. Həmin varton jelindən alınan hüceyrələr bizim o GMP laboratoriyada çoxaldılır və təbii ki, bir çox müayinələrdən keçirilir həmin hüceyrələr və ondan sonra onurğa daxili, vena daxili həmin hüceyrələr tətbiq olunur və orqanizmi bərpa edir. Və bilirsiniz ki, bu kök hüceyrələrin ən çox çevrilməsi sinir hüceyrələrin bərpa edir, qaraciyər hüceyrələrin bərpa edir, qan hüceyrələrin, dəri hüceyrələrin, yəni bu xüsusiyyətinə əsaslanaraq
biz əsasən bunları bu nevrologiyada çox geniş istifadə edirik. Bəs müalicəsində bu bir dəfə olur, yoxsa təkrarən kök hüceyrə tətbiq olunur belə xəstəliklərdə? Təbii ki, mən çox zaman, məsələn, biz yəni kök hüceyrə müalicəsi ilə başlayanda ilk dəfə biz dəri cavanlaşması ilə başladıq ki, yəni ilkin olaraq bu dəri cavanlaşması bizə nə verəcək kimi belə bir. Sonra oynaq onurğa ağrılarında daha çox istifadə edirik. Amma hansı ki, xəstəliklərdə təbii burada mütəxəssis vacibdir, hansı hüceyrə seçilməlidir və xəstəliyin dərəcəsi və hansı ki, siz sual verdiniz, neçə prosedur olunacaq və o xəstəliyin dərəcəsindən asılıdır. Məsələn, heç xəstəliklərdən yox, birincili olaraq mən dəri cavanlaşmasından danışım. Üzdəki dəri. Bəli, üzdəki dəri estetik. Məsələn, təkcə, niyə ona mən dəri deyirəm? Çünki təkcə üz cavanlaşmanı yox. Məsələn, boyun cavanlaşması edə bilərik, əllərimizin cavanlaşmasını və yaxud da ki, çox vaxt dirsəklərdə problemlər olur xanımlarda, onların, yəni bütün dərinin cavanlaşmasını yəni etmək olur, yəni kök hüceyrələr vasitəsilə. Ona görə biz ona dəri cavanlaşması deyirik. Məsələn, görürsünüz ki, bizə müraciət olunur 25-30 yaşında. Məsələn, kök hüceyrə ilə dəri cavanlaşması istəyir və yaxud da ki, 65-70 yaşında bizə müraciət olunur. Təbii ki, 30 yaşında olan dəri ilə 65 yaşında olan dəri eyni səviyyədə olmur. Təbii ki, 65 yaşında olan daha qocalmış olur, daha dərin qırışları olur. Yəni, 25-30 yaşında xanımlar və yaxud da ki, 40 yaşında xanımlar müraciət etsə, onların dəriləri 65-70 yaşında hansı ki, dəri artıq həddindən artıq sallanır, öz turqorunu itirir, tamamilə qocalma prosesi artır və həmin xanımlarda daha gözəl effekt verir, daha yaxşı nəticə alınır və çox zaman məsələn, dəri cavanlaşmasından biraz danışaq. Çoxdur hüceyrələr haqqında danışmaq, ancaq çalışacağım ki, müəyyən qədər hər biri haqqında danışım. Məsələn, fibroblast cavanlaşması var, dəri cavanlaşması, hansı ki, bu pasiyentin öz dərisindən alınır. Qulaq arxasından 2 balaca dəri götürülür və o dəri 3 ay laboratoriyada yetişdirilir. Yetişdirdikdən sonra sizin üzünüzə və yaxud da boyun, əl nahiyəsinə tətbiq olunur. Məsələn, bunu mən çox sevirəm. Ən çox, məsələn, 25, 40, 45-50 yaş arası qadınlarda daha çox gözəl nəticəsini verir. Bundan başqa, bəzən olur ki, məsələn, xanımlar deyir ki, yox, mən özümdən istəmirəm nəsə götürmək və hazır hüceyrələr də var. Hansı ki, mezenximal hüceyrələrdən hazırlanır. Bu hüceyrələr isə Amerika laboratoriyalarında hazırlanır. Mən onlara hər zaman qulluq hüceyrələri kimi adlandırıram. Sonra çox, indi kosmetologlarda görürəm, egzosom kimi adlanır bu hüceyrələr. Və bu hüceyrələrin də cavanlaşma effektliyi var. Ancaq yəni, bu yaşlı xanımlarda daha yaxşı effekti, yəni aşağı olur, verir effekt. Sadəcə həmin xanım baxdıqda deyir, mən sanki effektimi görmürəm. Ona görə o xanımlara SFF hüceyrəsi. Yəni, SFF hüceyrəsi daha yaxşıdır, yağdan alınan hüceyrədir. Bu, daha yaşlı xanımlara, məsələn, 55, 60, 70 yaşlı xanımların dəri cavanlaşmasında daha yaxşı effekt göstərir. Hətta inanırsınız, o qədər bəzən olur ki, məsələn, bu cavanlaşma 10-15 yaş bizə verir. Bəzən olur, xanımlar müraciət edir 70-75 yaşında. Biz onlara cavanlaşma, amma onlar bəzən üçün nəticədən razı olmurlar ki, çünki dəri və onlara biz izah edirik ki, sizin dəriniz həddindən artıq çox sallanıb, dərin qırışlarınız var və hüceyrənin bunu açma səviyyəsi, yəni elə bir dərəcədədir ki, yəni onu kənardan hiss etmək çox çətin olur. Yəni insan müəyyən yaşdan sonra bir də hüceyrə tətbiq olunur 1 ayında, artıq bərpa başlayır 9 ayına qədər və 1 ilə qədər sizdə cavanlaşma prosesi gedir. Bəzən olur ki, xanımlarımız müraciət edir, biz hüceyrələri tətbiq edir. Məsələn, düşünürlər ki, 10-15 gündən sonra artıq onlar cavanlaşacaqlar. Bu belə deyil. Hətta mən çox sevirəm pasiyentləri 1 il, 2 ildən sonra görəndə və o nəticəni və həmin pasiyentləri özüm izləyirəm ki, necə cavanlaşma əldə olundu, necədir üzün dərisi və məsələn 35-40 yaşında bilirsiniz ki, çox mənfi haldır ki, xanımlar indi çox müraciət edirlər
estetik əməliyyatlarına çox cavan yaşlarında. Bu çox mənfidir. Ona görə hüceyrə etsələr, məsələn 35-40 yaşında artıq onların qocalma prosesi gecikəcək, dəri sallanmayacaq, göz qapaqları sallanmayacaq və bilirsiniz ki, hüceyrə bərpa təkcə dərinin üzərindən deyil və biz qocalanda bizim üzümüzü saxlayan bağlar, vətərlər var. Həmin bağın, vətərin qocalması gedir ki, yəni əsasən bax onun fonunda dəri sallanır və hüceyrələri tətbiq etdikdə isə hüceyrələr tam dəriyə, vətərlərə, bağlara, dərinin səhti cavanlaşması, yəni ümumilikdə siz cavan, yəni daha dərindən cavanlaşma gedir. Yəni bu üzrədir dəri cavanlaşması. Bir də doktor, üzr istəyirəm. Bəzi insanlar var ki, xüsusən də qadınlar ki, estetik əməliyyatdan qorxurlar, yəni bunu etdirmək istəmirlər. Amma kök hüceyrəni də etdirmək istəyirlər, amma tam əmin deyirlər. Çünki deyirlər ki, əməliyyat bir dəfəli ömürlüydür. Amma indi kök hüceyrə haqqında o qədər geniş bilgiyə sahib deyirlər. Yəni kök hüceyrənin ümumiyyətlə qalma müddəti, ili dəqiq varmı? Məsəl üçün 10 ildir, 20 ildir, 30 ildir. Bəli, o çox gözəl vurğuladınız. Bax, onu hər zaman mən qeyd edirəm. Mənə pasiyentlər gələndə biz təbii ki, ilkin olaraq pasiyenti müayinə edirik. Onun sağlıq durumuna baxırıq. Yəni, orqanizm sağlam olmalıdır və hər zaman belə bir şey qeyd edirəm. 25 və yaxud da, məsələn, 40 yaşında bir xanım və yaxud da 45 yaşında bir xanım. Bəzən görürsünüz ki, 45 yaşında xanım 65 yaşında görsənir. Bəzən görürsünüz ki, 40 yaşında xanım 25 yaşında. Bunun hamı şahidi olub. Və siz onu araşdıranda görürsünüz ki, həmin xanım sağlam həyat tərzi sürür. Amma digər xanım qeyri-sağlam həyat tərzi sürür. Və biz hüceyrəni tətbiq etdikdə həmin xanım sağlam həyat tərzi sürəcəksə, təbii ki, o daha cavan olacaq, daha cavanlaşacaq. Yəni, sağlam həyat tərzi mən burada nəyi deyirəm? Sağlam qidalanma, təmiz hava, məsələn, bəzən çox xanımlar siqaret çəkilir, zərərli vərdişlər, tütün istifadəsi, spirtli içkilər. Yəni, bunlar təbii ki, bizim qocalma prosesimizi aktivləşdirəcək, sürətləndirəcək. Onda sən hüceyrə vuranda gərəsən hər il hüceyrə vurasan ki, sənin bir hüceyrələrin daim özün yeniləsin, sən cavan qalasan. Amma elə xanım var ki, bir dəfə hüceyrə vurur və 10 il ona yetərli olur o hüceyrə. Yəni, heç nə ilə bağlı? Sağlam həyat tərzi ilə bağlı. Yəni, qidalanma burada çox üstündür və çox zaman pasiyentlərim gələndə onlara belə bir söz deyirəm. Məsələn, bir güldür, çiçəkdir. Biz ona yaxşı su verəndə, torpağı, günəşi, hər bir şərait yerində olduğunda o daha da yaşıllaşır, daha da gözəl çiçəklər açır. Bizim orqanizm da odur. Nə qədər özümüzə daha yaxşı baxsaq, bir o qədər hüceyrələr bizə o qədər minnətdar olacaq. Yəni, bunlar da çox şərtlərdir. Doktor, bəs stres faktoru burada necə öz təsirini göstərir? Elə xanımlar, bəylərdən də hətta mən eşitmişəm ki, kök hüceyrə ediblər. Bu arada kişilər də, bəylər də müraciət edirlər. Bəli, çox gözəl. Onların mən təsir fərqində sizdən soruşacağım. Amma deyir, mən hər bir şeyə çox sağlam qidalanıram, zərərli heç bir spirtli içki yoxdur, tütün məhsullarından istifadə etmirəm. Amma mənə elə gəlir ki, bu stresdən öz təsirini itirir. Bu necə? Stresin təsiri varmı kök hüceyrəyə? Təbii ki, stresin təsiri var və ona görə çalışmaq lazımdır ki, hər zaman stresdən uzaq olasınız və çox zaman mənə sual verirlər ki, doktor, necə stresdən uzaq olaq? Və mən təbii ki, həyatda nəyi çox sevirsənsə, onunla məşğul ol. Yəni, bir hobbiləriniz varsa, dəniz kənarında gəzməyi sevirsinizsə və yaxud da ki, yəni stresi kənarlaş və yaxud da ki, hər hansı bir ətraf mühitinizdə stres varsa, bundan kənarlaşmalısınız. Çünki bu bizim hormonal, bizim vücudumuzda bilirsiniz ki, hormonlar var. Bu stres də bizim hormonlara təsir edir və bu təbii ki, bizim həm qocalmada və bizim orqanizmada digər xəstəliklərin əmələ gəlməsində təsir göstərir. Yəni, bundan bağlıdır. Əsas məsələ bu prosedur ağrılıdırmı? Ağrılıdır dedikdə, yəni tamam fərqlidir. Məsələn, dəriyə tətbiq olanda xüsusi mezo iynələr vasitəsilə tətbiq olunur. Bəli, bəzi pasiyentlər olur ki, məsələn, ən çox da bəylər, qadınlar çox vaxt dözümlü olur iynə proseduruna, amma bəylər çox nadir hallarda istifadə etdikləri üçün onlar da bu zaman biz sedasiyadan, venə daxili 5 dəqiqə yuxu ilə iynə vasitəsilə tətbiq olunur. Amma məsələn, nevroloji xəstəliklərdə, məsələn, bizdə autizmlə, məsələn,
uşaqlar müalicəsi aparılır, amma burada da yəni qeyd etmək istəyirəm ki, nə qədər yüngül dərəcədədirsə, uşağın autizmdə, amma hər zaman qeyd etdiyim kimi reabilitasiyada davam etməlidir, həm uşaq serebral iflicində, həm autizmdə. Burada isə biz tətbiq edirik onurğa daxili. Onurğa daxili və vena daxili, bir də intranazal burun daxili tətbiq olunur ki, burada beyin hüceyrələri bərpa olunsun, uşaqların beyin funksiyaları bərpa olsun və bilirsiniz ki, autizm elədir ki, çox fərqli dərəcələri vardır və bu fərqli dərəcələri də məsələn bəzən olur ki, yüngül olur, bəzən olur orta, bir də yaş məhdudiyyəti var autizm xəstələrində. Nə qədər erkən, məsələn 3 yaşından, çox zaman 3 yaşında valideyn artıq hiss edir ki, bunun yəni ailədə uşaqda autizm var. Çox zaman hiss etmir valideynlər və çox zamanda qəbul etmək istəmirlər. Yəni bu hallar da var, təəssüflər olsun. Amma yəni artıq aşkar çıxarılmışdırsa, mənim uşağımda autizm var, yəni müraciət etsələr yaxşıdır. Çünki 3-9 yaş arasında, yəni təbii ki, bu tədqiqatların nəticəsində, müalicələrin nəticəsində biz onu müalicələrimizin nəticəsinə yəni, dayaqlanıb bunu deyirik. 3, 9, 10 yaşa qədər, yəni 10 yaşa qədər pasiyentlər müraciət edə bilər autizmlə. Yəni sonradan təbii ki, müəyyən qədər beyin funksiyaları yaxşılaşsa da, yəni biz autizmdə uşaqlardan o istədiyimiz nəticəni almaya bilirik. Yəni bu tərəfləri də var. Amma uşaq serebral ifliclərində də, yəni qeyd etdiyim kimi artıq bir çox pasiyentlərimiz var. Hərəkətləri çox yaxşılaşıb, danışıqları, bilirsiniz ki, onlarda ən çox hərəkətlərində problem olur. Yemək yemədə, gəzməklərdə, yəni hərəkət yəni məhdudiyyəti olur bu pasiyentlərdə və onlara da biz də və beyin funksiya, əsas beyin burada nəyə əsaslanır? Beyin funksiyalarını yaxşılaşdırmaqla biz bu nəticələri əldə edirik və burada da xəstəliyin dərəcəsindən asılıdır və biz pasiyent müraciət etdikdə təbii ki, xüsusi müayinələrdən keçirilir pasiyent. Burada həm qan təhlillərinə baxırıq, həm bildiyiniz kimi həm KT müayinəsi, həm EEG müayinəsi, yəni bütün müayinələr aparılır. Aparıldıqdan sonra xəstəliyin dərəcəsi müəyyənləşdirilir və müəyyənləşdirdikdən sonra neçə dərəcə, neçə prosedur olunacaqsa, məsələn, ola bilər ki, 3 ayda biz davamlı hər ay bu proseduru tətbiq edək. Bəli, və sonradan ildə bir dəfə tətbiq etmək olur. Və sadəcə olaraq burada yəni xəstəliyin dərəcəsinə biz əsaslanaraq orada prosedurun sayını göstəririk ki, nə qədər bu prosedur həmin xəstələrdə məsələn biz tətbiq edə bilərik. Məsələn, bizdə çox zaman bilirsiniz ki, dağınıq skleroz mərkəzi beyin, sonra onurğa beyin zədələnməsi ilə gedən bir prosesdir və burada da yüngül dərəcəsi olur. Yüngül dərəcədə pasiyent müraciət edəndə remisiya biz vaxtını daha çox uzadırıq. Remisiya yəni xəstəliyin yenidən əmələ gəlməsi. Vaxtını təzədən daha çox uzadırıq. Yəni burada ən çox bizə kök hüceyrə nədə kömək eləyir? Xəstənin həyat keyfiyyətini yaxşılaşdırır. Müalicəyə daha yatımlı olur. Yəni burada ən çox effektiv nəticələrimiz, sonra xəstəliyin ağırlaşmasının qarşısını alır. Məsələn, bəzən mən görürəm ki, autizmdə uşaq, autizm xəstəsi olan uşaq gəlir, görürsən ki, valideyndir ki, hə, indi uşaq idi, onunla davranmaq çox asan da olur, rahat olur. Amma uşaq böyütdükcə yaş artır. Yaş artdıqdan sonra artıq valideyn qarşısında durur, əlacısız, yəni heç bir şey edə bilmirlər. Amma uşağı idarə etmək lazımdır. Yəni ona görə nə qədər mən orada qeyd edirəm ki, ağırlaşmayıbsa vəziyyəti, nə qədər yəni uşaq yaşdadırsa, bir o qədər nəticələrimiz gözəl olur. Və bir də biz burada nəyə əsaslanır? Uşaqların öz orqanizmasında kök hüceyrələr, bayaq qeyd etdiyim kimi, biz yaşa dolduqca bizim kök hüceyrələr azalır. Yəni o azalma tərəfi də var və biz uşaqlara hüceyrələri tətbiq etdikdə çox zaman mənə deyir, doktor, bu uşaqlarda daha yaxşı nəticə, çünki onların da öz orqanizmasında kök hüceyrələr və biz xaricdən onu onlar qəbul etdikdə daha yaxşı nəticələr, sağalmanın daha gözəl, effektiv nəticələrini göstərir. Məsələn, bəzən olur ki, məsələn, uşaq serebral iflicdə görürüz ki, ətraflar işləmir. Hüceyrəni tətbiq edən kimi bir aydan sonra biz nəticələrimizi görürük. Artıq uşaq danışır, kənardan artıq
artıq reaksiya verir, eşitmə funksiyası, kontakt funksiyası, yəni hər tərəfli funksiyalar başlayır. Çünki beyin hüceyrələri yenilənir və beyin hüceyrələri yeniləndikcə həmin uşaqlarda da həmin o funksiyalar daha yaxşılaşır və həqiqətən də çox belə sevindirici bir haldır ki, yəni heç bir dərmansız, yəni biz bu müalicələrin nəticələrini belə əldə eləyirik. Yəni bu çox gözəl nəticələri. Çox gözəl doktor. İzləyicimizin bir sualı var, ünvanlayıb bizə. Risk faktorları varmı kök hüceyrəni və hansı xəstəliklərə tətbiq etmək olmaz? Olmaz. Risk faktorları demək olar ki, yoxdur. Çünki nə ilə bağlıdır, nəyə əsaslanıb deyirəm, risk faktorları yoxdur. Təbii ki, mən orada qeyd etdiyim kimi biz pasiyentləri ilkin olaraq müayinə edirik. Bəzən olur ki, xərçəng xəstələrində, xərçəng xəstələri əgər aktiv formadadırsa, biz təbii ki, onkoloqla danışırıq və xəstənin vəziyyəti dəqiqləşdirilir. Əgər aktiv formadadırsa, təbii ki, onda biz hüceyrə müalicəsi etmirik. Amma tamamilə xəstə sağalmış bir vəziyyətdədirsə, onkoloqa icazə verirsə, hüceyrə müalicəsinə o zaman biz hüceyrə rahatlıqla tətbiq edə bilərik və bizim elə pasiyentlərimiz çox olub ki, heç bir təhlükəsi yoxdur. Heç bir təhlükəsi yoxdur və məsələn, məndə çox zaman olub xərçəng xəstəliyindən əziyyət çəkən pasiyentlərim ki, həddindən artıq üz-dəriləri sallanmış, yəni arıqlanmış, kəskin arıqlayan pasiyentlər, onlar müraciət etmişdi mənə. Çox olub belə pasiyentlər. Təbii, onda biz onkoloqla məsləhətləşmişik və tam sağalmanı təyin etdikdən sonra biz rahatlıqla hüceyrələrimizi tətbiq etmişik. Yəni, heç bir qorxusu yoxdur. Və qeyd də edim ki, çox inanılmaz son zamanlar, bilirsiniz ki, biz daim mən bayaq qeyd etdiyim kimi verilişin önündə dedim ki, tədqiqatlar aparılır. Hal-hazırda xərçəng hüceyrələrinin, kök hüceyrələrlə müalicəsinin hal-hazırda bəli aparılır və çox gözəl nəticələr əldə olunur və indi tədqiqatlar davam olunur, açığı deyim və inşallah ki, daha yaxşı olacaq, elə düşünürəm. Amma bundan başqa mərkəzimizdə bilirsiniz ki, mən bir doktor olaraq hər zaman orqanizmanın sağlam olması, yəni kök hüceyrənin bizim orqanizmada daha yüksək səviyyədə olması üçün bizim indi mərkəzdə naddardan da, məsələn, çox zaman biz ona IV terapi deyirik, venə daxili terapiyalar, venə daxili hüceyrələrimiz də var, yəni nadlar da var ki, bu nad, bilirsiniz ki, bu normada bizim orqanizmdə var. Amma biz yaşa dolduqca görürsünüz ki, həm bir çox xəstəliklərin sayı artır, bundan başqa xərçəng xəstəliyi görürsünüz ki, nə qədər artır, bu təbii ki, qeyri-sağlam həyat tərzi ilə bağlıdır. Sonra piylənmə artır, yaşa dolduqca çox adam deyir ki, mənim metabolizmam zəiflənir, zəiflədir. Zəiflədiyi üçün də təbii ki, onda kökəlmə prosesi gedir. Və burada təbii ki, həm hormonal tərəflər var, həm metabolizm var və bizdə indi orqanizmanın cavanlaşması üçün bilirsiniz ki, bir çox insanlarımız hal-hazırda xroniki yorğunluqdan əziyyət çəkir. Və məsələn, 40, 45, 50 yaşında pasiyentlər bizə müraciət edəndə biz görürük ki, pasiyentlərimiz daha çox, məsələn, xroniki deyir, biraz hərəkət etdim, sanki yoruluram, hərəkətlilik çox aşağı düşür, daima yatmaq istəyirəm, yuxu rejimlərinin pozulması və biz indi hal-hazırda orqanizmin cavanlaşması, yəni mərkəzimizdə bunu aparırıq ki, çox gözəl nəticələr verir və daima enerjili olur pasiyentlərimiz, sağlıqlı olurlar. Yəni, mən hər zaman belə bir söz də qeyd edirəm, çox insanlar deyir ki, 70-80 yaşa qədər normada insan yaşamalıdır, bu belə deyil. Yəni, 100, 115, 120 yaşa qədər də yaşayıb, amma sağlam yaşamaq olur. Yəni, mən bunun şahidi də olmuşam ki, yəni, insan sağlam həyat tərzi sürəndə, yəni, 90 yaşında, 100 yaşında da rahat idmanın edə bilər, rahat gəzə bilər və beyin funksiyalarının hesabına, məsələn, çox zaman görürsünüz ki, insan yaşında olduqca artıq beyin funksiyaları o qədər zəifləyir ki, insanları yadda saxlaya bilmir. Artıq, bəli, yəni bu funksiyaları yaxşılaşdırmaqla biz bunu əldə edirik. Yəni, bu tərəflər. Çox gözəl, mən belə başa düşdüm ki, əvvəllər bu indi yenilikdir də, yəni tibbdə yenilikdir, çox gözəl də bir yenilikdir. Əvvəl bir çox məsələ üçün müalicə olsun, nəyinsə tətbiqi olsun, deyirdilər ki, 40 yaşını gözləyək, 40 yaşından sonra tətbiq olunsun. Amma bu nə qədər kök hüceyrə tez olunsa daha effektiv olur. Bəli, daha effektiv olur, daha yaxşı olur. Məsələn, mən şəxsən görəndə ki, 35-40 yaşında bir xanım
estetik əməliyyata gedir. Yəni bu çox məyuslandırıcı bir haldır. Doktor, indi 17-18 yaşında üz dartma əməliyyatına gedən insanlar var. Ola bilər, estetik tərəfdən hansısa bir görüntü xoşlarına gəlmirsə, bu təbii. Bəzən olur ki, mən onu da qeyd edeyim, estetik əməliyyat edən xanımlarımız da çoxdur. Yəni, onları da bəzən, yəni həqiqətən ehtiyacları olur edirlər. Amma mən nəyə fikir vermişəm? Onlar dərini dartdırır, amma müəyyən yaşdan, müəyyən vaxtdan sonra həmin dəri yenidən sallanır, həmin vəziyyətə düşür. Məsələn, çox blefroplastikalarda görmüşəm və biz onlara sonradan hüceyrə tətbiq etdikdə həm dərinin öz strukturası bərpa olur. Məsələn, orada dərini dartdıranda dərinin öz strukturasına heç bir şey olunmur. Yəni, o tərəfləri də var. Amma olunsa daha yaxşı olar təbii ki. Və hüceyrə olunduqda həmin əməliyyatın vaxtını daha da uzadır. Yəni, məsələn, tutaq ki, 35-40 yaşında etmişdirsə, 60-70 yaşında heç bəlkə ehtiyac olmayacaq hüceyrə müalicəsindən sonra, hüceyrə tətbiqindən sonra. Yəni, bu hüceyrə yeniləyir və daha yaxşı saxlayır. Sonra, məsələn, bir çox xanımlarımız var ki, estetik əməliyyatlardan sonra çapıqlar qalır üzlərində. Hüceyrə onları çox gözəl aradan götürür. Yəni, bu tərəfləri də var. Bəs diz ağrılarında, diz oynaq ağrılarında nə qədər təsiri var, yəni kök hüceyrənin? Çox gözəl təsiri var. Ən çox, məsələn, idman zədələrində biz çox gözəl, effektiv nəticələr alırıq. Bir də mən oynaq ağrıları ilə çox məşğul olmuşam. Yəni, bu haqda daha geniş praktikam var, belə deyim. Və oynaq ağrıları, amma həmişə, belə deyim, qeyd deyirəm, pasiyentlərim məni eşidir və dəfələrlə deyirəm ki, ağırlaşmış artıq qığırdaq təbəqən yoxdursa, sən hüceyrədən effektiv nəticə görməyəcəksən. Yəni, burada sadəcə sənin bağ və vətərvə kömək edəcək. Amma içəridən qığırdağı əmələ gətirməyəcək. Yəni, bunu dəfələrlə mən qeyd edirəm, danışdım. Məsələn, birinci, ikinci, üçüncü dərəcədə çox gözəl nəticə əldə edirik. Çünki qığırdaq təbəqəsi saxlanılır. Amma qığırdaq təbəqəsi yoxdursa, biz ora hüceyrə tətbiq etsək, yəni o qədər də effektiv nəticə olmur. Yəni, bunu mən hər zaman qeyd edirəm. Hətta bəzən olur ki, pasiyentlər gəlir, bir oynaq 3-cü dərəcə, digər oynaq 4-cü dərəcə. Yəni, bu hallarla da, məsələn, çox zaman biz deyirik ki, gəl 3-cü dərəcəni edək, 4-cü dərəcə əməliyyata çox zaman getmək istəmirlər. Bəzən də olur ki, artıq çəki, piylənmə və yaxud da ki, şəkərli diabet xəstələri, onlar əməliyyata gedə bilmirlər. Onda məcburdurlar ki, heç o mən özlərinə də deyirəm ki, onda siz gərək hər il və yaxud da ki, 6-7 aydan bir oynağın heç olmasa strukturlarının bərpası üçün hüceyrə tətbiq etməlisiniz. Doktor, çox sağ olun, minnətdaram sizə. Vaxtımız təəssüf olsun ki, yekunlaşdı. Proqramımızın sponsoru